Təsəvvür edin, yer üzündə insan övladının, ümumiyyətlə insan nəfsinin ən çox həris olduğu şeylərdən birisi nədir? Mal, mülk. İnsan özünü biləni ölənəcən onun dalınca qaçır dünyanın. Bu insan xislətinin, fitrətinin tələbidir. Hətta vaxtı ilə Quranda belə bir ayə olub. Və həmin ayənin tilavəti, oxunuşu sonra nəsx edilib, götürülüb. Və ayənin mənası belədir ki, əgər Adəm övladının bir vadi dolusu qızılı olsaydı, ikincisini istəyərdi. İki vadi dolusu qızılı olsaydı, üçüncüsünü istəyərdi. Və Adəm övladının gözünü torpaqdan başqa heç nə doyuzdurmaz. İnsan övladı deməli mala, mülkə qarşı bu cür hərisdir. İndi sən təsəvvür et, biz elm ilə malı, mülkü müqayisə etsək. Nə üçün malı? Dedim. Çünki insan övladının həyatda, insan nəfsinin fitri olaraq yaradılışdan belədir. Ən çox həris olduğu şeyi gətirirəm müqayisə üçün. Başqa şey yox. Başqa şeyi gətirsək, bəhanə ola bilər ki, sən elmlə elə bir şeyi müqayisə elədin ki, bəlkə kiminsə fitrəti, nəfsi onu istəmir. Yox, elə bir şeydir ki, hamı onda cəm olub. Kimsə istəməsə ona dəli deyərlər. Mümkün deyil. Və bu müqayisəni ilk edənlərdən birisi Əli ibn Əbu Talib radiyallahu anhudur. Tələbəsi Kumeylə nəsiyyətində deyir bunu, elmlə malı müqayisə edir. Və sonra gələn alimlər də bu müqayisəyə bəzi şeylər əlavə ediblər. Və deyilir ki, elm və malın müqayisəsində elm peyğəmbərlərin mirasıdır. Çünki peyğəmbərlər miras olaraq dinar, dirham buraxmırlar. Amma mal isə padşahların mirası. Özün müqayisə ilə. Gör, bu həyatda insanların həris olduğu şey nədir? Padşahların mirası. Qıraqda qalan çox insanların biganə yanaşdığı peyğəmbərlərin mirası. Heç peyğəmbərlərin mirası ilə padşahların, sultanların mirası eyni olarmı? Şübhəsiz ki, yox. Elm peyğəmbərlərin, mal isə padşahların mirasıdır. Və həmçinin elm elə bir şeydir ki, o xərcləndikcə çoxalır. Mal elə bir şeydir ki, o xərcləndikcə azalır. Və elm belə bir şeydir ki, elm sahibinin dostu çox olur. Mal sahibinin düşməni. Gör, insan nəyə hərisdir? Özünə düşmən, daha çox düşmən qazanmağa. Və çox qəribədir, elm insanı qoruyur. İnsan isə malı. Elm elə bir şeydir ki, elm səni qoruyur. Şeytanın vəsvəsələrindən, cəhalətin zillətindən, azmaqdan elm səni qoruyur. Amma mal elə bir şeydir ki, mal özü sən tərəfindən, malın sahibi tərəfindən qorunmağa məhkumdur. Elm elə bir şeydir ki, elm qəlbi yumşaldır. Mal isə adətən qəlbi daşlaşdırır. Elm gələndə özü ilə qəlbə rahatlıq gətirir, sükunət gətirir. Mal isə gələndə özü ilə qəlbə daima narahatçılıq, təlaş, qorxu, nigaranlıq gətirir. Və həmçinin elm sahibidir deyə kiməsə hörmət edilirsə, bu onun üçün şərəf və izzət sayılır. Amma mal sahibidir deyə kiməsə hörmət edilirsə, bu heç vaxt şərəf sayılmır. Təsəvvürlə bir insana gəlib deyirsən ki, sənə insanlar hörmət edir malva görə. Ona tərif etdin, yoxsa söydün? Fikir ver. Elmlə mal arasında fərqə bax. Həmçinin elmi və əhlini sevmək ibadətdir. Niyə? İbadətin tərifi nədir? Allahın razı qaldığı, sevdiyi söz və əməllər, zahirdə və batində olan.
Ona görə elm əhlini, alimləri sevmək ibadətdir. Amma malı, mülk əhlini sevmək ibadət sayılır? İbadət sayılmır. Ona görə alimlər qeyd edirlər ki, elmə qarşı olan sevgi ilahi sevgidir. Lakin mala, mülkə qarşı olan sevgi isə nəfsani sevgidir. Və həmçinin qeyd edirlər ki, elm elə bir şeydir ki, elmə həris olmaq hikmətdəndir, mala həris olmaq isə şəhvətdən. Yəni bir insanın fitri olaraq, təbii olaraq mala hərisliliyi şəhvət qisminə girir ya girmir? Girir, məlumdur. Amma bir insan elmə həris olsa, bu şəhvət qisminə girir ya girmir? Görün, elmlə mal arasında nə qədər fərq var. Həmçinin elm mal üzərində hakimdir. Mal isə elmin önündə məhkum. Çünki elm mal üzərində necə hakimdir? Çünki mal üzərində hökm verən, qərar verən elmdir. İnsan mirasını necə böləcək? Zəkatını necə çıxaracaq? Bu malın üzərində hökm verən kimdir? Elm. Ona görə elm malın üzərində hakimdir. Amma mal isə elmin önündə nədir? Məhkumdur. Onun özünə hökm verilib elm tərəfindən.